1958-ci ildə Çində göydən yağış yox, ölü quşlar yağırdı. Buna lider Mao qərar vermişdi. Sərçələr taxılımızı yeyir, hamısı məhv ediləcək. Hesab sadə idi. Bir sərçə öldür, 1 kilo taxılı xilas elə. Amma təbiətin riyaziyyatı tamam fərqli idi. Tarixin ən qəribə müharibəsi başladı. Silahla yox, səs-küylə. Milyonlarla insan küçələrə çıxdı. Qazan-qacaq döydülər. Quşların qonmasına icazə vermədilər. Saatlarla havada qalmağa məcbur olan sərçələr yorğunluqdan bir-bir yerə düşdü. Milyardlarla sərçə öldürüldü. Qələbə qazandıqlarını sandılar. Amma 1959-cu ilin yaz gələndə səssizlik pozuldu. Sərçələr yox idi. Meydan həşəratlara qalmışdı. Səricələr tarlaları istila etdi. Sərçələrin yediyindən qat-qat çox məhsul məhv etdilər. Ekoloji tarazlıq çökmüşdü və qapıda tarixin ən böyük insan tərəfindən yaradılmış aclığı dayanırdı. 1959-1961-ci illər arasında 10 milyonlarla insan aclıqdan öldü. Təbiət hesabı faiz ilə kəsdi. Səhv başa düşüldü, amma artıq çox gec idi. Çin tarazlığı yenidən qurmaq üçün xaricdən sərçələr gətirmək məcburiyyətində qaldı. Təbiətdə bir həlqəni qoparsanız, bütün zəncir dönüb boğazınıza dolanar. Təbiətin intiqamı bir sistemi diz çökdürür.